İmam Sadiq Aleyhisselam deyir ki, istəyirsən mələklərlə görüşəsən? Deyir, bəli ağa. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən bütün peyğəmbərlərlə əl verib görüşəsən? Deyir, bəli. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən Əli və övladları ilə əl verib görüşəsən? Deyir, bəli. Deyir, cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Deyir, biraz diyandı. Diyanmağından başa düşdüm ki, mühüm söz deyəcək. Diyandı deyir biraz, sonra dedi ki, istəyirsən Allahla görüşəsən? Deyir, dedim, nəam? Bəli. Dedi, cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Sonra dedi ki, mən zarəl Hüseyn bi Kərbəla kəmən zarəllah fi ərşih. Kim Hüseyni Kərbəlada ziyarət eləsə, elə bil ərşində Allahı ziyarət edib. Səthi baxan adamlar, naqis düşüncəli adamlar dərhaldır ki, şirk, bunlar Hüseyni Allah elədi. Başa düşmür ki, deyir, yəni Allaha aparıb əlvi bağlayır. Əlvi qoyur Allahın əlinə məcazı desək. Aparır Allaha doğru səni. Hüseyni ziyarət eləyən Allahı ziyarət eləyib, yəni Hüseyn səni sürətlə Allaha qovuşdurur.